Salam, hər vaxtınız xeyirli olsun. Mən Gülşən Səlimzadə, Fes Akademinin məntiq üzrə təlimçisiyəm. Bugün sizlərlə birlikdə ekranda da gördüyünüz kimi yeni bir məntiq sualların izahına baxacağıq. Lakin izaha baxmazdan əvvəl nəzərinizə çatdırmaq istərdim ki, bizim həm ödənişli, həm də ödənişsiz dərslərimiz artıq başlayıb. Dərslərimizə qoşulmaq istəyirsinizsə, ekranda da gördüyünüz kimi 077 598 38 00 menecer nömrəsinə yazaraq qeydiyyatdan keçə bilərsiniz. Başlayırıq ilk sualımızdan. Deməli, sualımıza baxanda görürük ki, bizə saniyə və saat sözləri verilib. Həmin sözlərin də qarşılarında hərflərdən və rəqəmlərdən ibarət müəyyən bir kodlar verilib. Biz həmin kodları uyğun olaraq, müvafiq olaraq hansı hərfin kodu olduğunu tapdıqdan sonra rahatlıqla sual işarəsinin yerinə yazılacaq sözü tapa biləcəyik. İlk olaraq başlamalıyıq hardan? Başlamalıyıq birinci. Baxın, sual işarəsinin yerinə yazılacaq, məsəl üçün, tutaq ki, məsəl üçün deyirəm, dəqiq sözüdür. Dəqiq sözünün birinci hərfini tapmaq üçün biz burada birinci koda baxmalıyıq. Gəlin bunları silək və başlayaq. S1. Yuxarıda baxmalıyam ki, S hərfi harada var? Baxıram ki, S hərfi burada var və saat sözünün 4-cü hərfinə müvafiq gəlir. Deməli, saat sözünün 4-cü hərfi T-dır. Deməli, sual işarəsinin yerinə yazılacaq sözün ilk hərfi də T-dır. Deməli, A, B və Y variantlarımızı silirik, qalırıq B və C variantları arasında. Əgər sualı tez bir zamanda həll etmək istəyirsinizsə, baxmalısınız B və C variantlarının fərqli hərflərinə. Görürəm ki, 3 hərf təm eyni gəlir, amma 4-cü hərflər fərqlidir. İstəsəniz 4-cü hərfə də baxa bilərik, amma sualı geniş izah etmək üçün gəlin ilk hərflərə sırayla baxa-baxa gedək. Baxıram, sonra ikinci hərf T-dir. Yuxarıda baxıram, T 6-cı hərfdir. Saniyə sözünün 6-cı hərfi. Yəni, T-dan sonra Ə hərfi gəlir. Yenə də B ilə C variantlarını silmirik, olduğu kimi qalır. Sonra baxırıq, üçüncü hərf G3. Yuxarıda G hərfinin olmadığına görə, deməli, burada bir boşluq qoyuruq və baxıram ki, M hərfi yuxarılarda yoxdur, olduğu kimi qalır. Daha sonra keçirəm 4-cü hərfimizə. R hərfi. R 4-dür. Deməli, baxıram, burada R ikincidir, yəni saniyə sözünün ikinci hərfi. A gəlir və təmir sözündə 4-cü hərf I olduğuna görə B variantını silirəm. Doğru variantımız C variantı olur. Keçirəm növbəti sualımıza. İkinci sualımızda da, keçən izahlarımızda da dediyim kimi, ümumiyyətlə bütün sualların fənnindən, imtahandan, sınaqdan asılı olmayaraq hər birində şərti diqqətlə oxumaq lazımdır. Məsələn, ikinci sualımızda bizə deyir ki, aşağıdakı hərf yerləri dəyişdirilmişdir. Yəni, düzgün orfoqrafiya ilə yazılmamışdır. Biz onu düzgün yazılış qaydası ilə, yəni düzgün orfoqrafiya ilə yazmalıyıq. Baxırıq və həmin deyir ki, 5 dənə söz verilibsə, baxın A, B, C, D və Y variantları 5 dənə söz verilib və 5 sözdən 4-ü arasında müəyyən məna yaxınlığı var. Bir dənəsi fərqlidir. Baxıram, Musra, Ürk, Miyev və Azra belə-belə sözlər verilib. Bu sözlərin biz düzgün orfoqrafiyaya uyğun yazmalıyıq. Məsələn, A variantını tapa bilmirəmsə, B variantına keçməliyəm. A-nın üzərində çox dayanmaq bizim üçün vaxt itkisinə səbəb olar. Xüsusilə də sınaqlarda, imtahanlarda fərq etməz hər bir yerdə. Amma ürk sözü 3 hərfdən ibarət olduğuna görə rahatlıqla bunu tapa bilirəm. Kür sözüdür. Kür sözüdür. Tutaq ki, məsəl üçün C variantını tapa bilmirəm, keçirim D variantına. Cəmi 4 hərfdən ibarətdir və rahatlıqla tapa bilirəm ki, bu Araz sözü ola bilər. Kür və Araz mənə müəyyən yaxınlıqlar verir ki, müəyyən düşünmək üçün fürsət verir ki, yəni sən artıq cavaba bir addım olsun yaxınlaşmısan. Kür və Araz nədir? Təbii ki, çaydır. Çay dediyinizi eşidər kimiyəm və artıq mən digər çayları beynimə gətirirəm, düşünürəm ki, rahatlıqla tapa bilim. Deməli, A variantı olur Samur. Samur. Y variantı olur Həkəri. Həkəri çayı, Araz çayı, Kür və Samur çayları. C variantı isə meyvə sözüdür. Meyvə sözüdür. Və şərtdə də oxuduğumuz kimi, sualın əvvəlində də izah etdiyimiz kimi 4 dənə söz arasında müəyyən məna yaxınlığı var. C variantı isə meyvə,
digərlərindən fərqləndiyinə görə doğru variantımız C variantıdır. Keçid alırıq növbəti 3-cü sualımıza. Burada da şərti oxuyuruq. Şərtdə deyilir ki, verilən sözlər arasında məntiqi əlaqəyə əsaslanaraq düzgün variantı seçin. Biz baxırıq, ümumiyyətlə belə suallarda da bizə müəyyən sözlər verirlər. Mücərrəd və konkret sözlər verilib bu sualımızda. Mücərrəd, ümumiyyətlə bu sözlərin ilk olaraq biz mənasına baxmalıyıq, mənasını tapmalıyıq. Mücərrəd nədir? Mücərrəd, gözlə görə bilmədiyimiz, şəklini çəkə bilmədiyimiz, əllə toxunması mümkün olmayan anlayışlardır. Məsələn, sevgi, nifrət, kin, qəzəb. Məsələn, biz qəzəbə toxuna bilmirik, düzdür? Qəzəbə toxuna bilmirəm, qəzəbin şəklini çəkə bilmirəm, ondan görsədə bilmirəm, əllə toxuna bilmirəm dediyim kimi. Bu belə oldu. Konkret isə mücərrədin tərsi kimi, məsəl üçün, elə burada da göstərdiyim kimi, məsəl üçün üzük. Üzüyə toxuna bilirəm, şəklini çəkə bilirəm, həmçinin gözümlə də görə bilirəm bunu. Deməli, bu anlayışlar bir-biri ilə antonimlik, daha açıq desək, bir-birinin əks mənalı sözlərdir. Deməli, mən bu variantlarda da bir-biri ilə əks mənalı antonim olan sözlər götürəcəm. Gəlin baxaq. A variantı doğru variant olduğu üçün, yəni A variantını əslində işarə edib də digər suala keçə bilərəm. Sadəcə olaraq gəlin ətraflı şəkildə izah edək. Yemək, meyvə. Ya bunun iki mənası ola bilər. Ya bildiyimiz yemək, məsəl üçün dolma olsun, plov olsun və yaxud da ki, digər yeməklər olsun. Bir də meyvə bildiyimiz alma, heyvə elə də ola bilər. Və yaxud da ki, meyvə yemək. Bu sözlər arasında müəyyən bir qanuna uyğunluq ola bilər. Daha sonra, yəni bu bizim axtardığımız cavab deyil. B variantını istəyirəm. Daha sonra quş qanad. Bilirik ki, qanad quşa aiddir, yəni quşun qanadı var, belə də yaza bilərik. Həmçinin çətin, diqqətli. Çətin, mürəkkəbdir, qəlizdir, diqqətli də daha diqqətli olmaq. Bu sözlər arasında da heç bir yaxınlıq yoxdur. Təmiz və səliqəli də bunlar da istinad olan sözlərdir deyə bizə nə lazımdır? Bizə antonim lazımdır. Antonim. Antonim də dediyimiz kimi nədir? Əks mənalı sözlərdir. Deməli, doğru variantımız A variantı oldu. Keçid alırıq növbəti 4-cü sualımıza. Deməli, bu suallarda biz ilk olaraq nəyə baxmalıyıq? 6 verilib, 7 verilib və 26 verilib. Biz, baxın, kvadrat operatorudur da, düzdür. Operatorları mən demişdim ki, izahlarımda. Ulduz operatoru ola bilər, məsəl üçün üçbucaq operatoru ola bilər, digər operatorlar, ox operatorları ola bilər. Bu operatorların sağ və sol tərəfləri olur. Məsələn, sol tərəfindəki, bunu A ilə işarə eləsək, sağ tərəfindəkini isə B ilə işarə eləsək, biz A-dan B-dən 26 almalıyıq. İlk olaraq belə suallarda ağlımıza hansı əməl gəlməlidir? Toplam əməl gəlməlidir. Deməli, 6-nın üzərinə 7 gələrsək, cavabımız eləyər 13. 13-ü 26-ya necə çatdıraram? Təbii ki, üzərinə 13 də gələ bilərəm, lakin digərlərində yoxlamayacaq, özünü doğrultmayacağına görə 2-yə vuraram. Vuraram 2-yə, cavab alaram 26. Deməli, A qanuna uyğunluğumuz belə olacaq. A-nın üzərinə B gələrəm və alınan cəmi 2-yə vuraraqdan mən sual işarəsinin yerinə yazılacaq məhsul ədədimizi taparam. Digərlərində də özümüzü yoxlayaq. Həmişə belə suallar, biraz iki başlı suallar olur. Məsələn, birincidə özünü doğruldur, digərində də özünü doğruldur, üçüncüdə doğrultmur. Və siz imtahan həyəcanından, sınaq stresindən falan üçüncünü yoxlamağa heç gərək duymursunuz. Keçirsiniz dördüncünü yoxlayırsınız və dördüncündə də tərslikdən variantlarda olur və variantlarda, baxın, məsəl üçün 12-nin üzərinə 5 gəldi, 17 deyir. Görürsünüz, variantlarda var. Amma bizim 17 doğru variantımız deyil. Çünki biz 12-nin üzərinə 5 gəldikdən sonra onu alınan cəmi, məsəl üçün 17 alanda, düzdürmü? Nəyə vurmalıyıq? 2-yə vurmalıyıq. Cavabımız eləyir 34. Dediyim kimi, digərlərində də yoxlayaq. 5-in üzərinə 11 gəlirəm, 16, 2-yə vuram 32. 8-in üzərinə 8 gəlirəm, 16, 2-yə vuram 32. Hər birində özünü doğrultduğu üçün mən rahatlıqla 12-nin üzərinə 5 gəldim, 17 aldım, 17-ni də 2-yə vurdum, cavab 34 aldım. Cavabımız demək ki, 17 deyilmiş, cavabımız neymiş? 34-müş. Keçirəm növbəti, sonuncu, 5-ci sualımıza. Belə bir yaş sualımız var. Baba ilə nəvəsinin, 5 nəvəsinin daha doğrusu, yaşlarının cəmi 82-dir. 4 il sonra onların yaşlarının cəmi neçə olduğunu bizdən soruşur.
Burada da əslində variantlara baxsaq, variantlara baxmadan da biz bu sualın cavabını rahat bir şəkildə tapa bilirik. Baba, tutaq ki, baba, məsələn, bu hərfi ilə bunu işarə edeyim, baba. Nəvələrinin də adını götürürəm, məsəl üçün Əhməd götürürəm, Adil götürürəm, Firuz götürürəm, Faiq götürürəm və bir də nə götürürüm? Məsəl üçün Ülkər götürürəm. Demək ki, 5 nəvə oldu. Baxın, 5 nəvədir. Bir də babanın özüdür. Baba. Bizə deyir ki, bunların yaşlarının cəmi 82-dir. Deyir ki, 4 il sonra bunların yaşlarının cəmi neçə olar? Baxın, əgər Əhmədin yaşının üzərinə 4 gəlirsə, mütləq bir şəkildə Adilin də yaşının üzərinə 4 gələr, Firuzun da yaşının üzərinə 4 gələr, həmçinin Faiqin, Ülkənin də yaşının üzərinə və babanın da yaşının üzərinə 4 gələr. Biz baxırıq ki, burada 6 dənə nə var? 6 dənə 4 var. İşimizi rahatlaşdırmaq üçün 6-nı vurarıq 4-ə. Yəni 4 il sonra, daha doğrusu, 4 il sonra 6 nəfərin yaşları 4 yaş çoxalır. Yəni 24 yaş və bizim əlimizdə var nə? 82. 82-nin də üzərinə 24 gəlirəm. Cavab eləyir nə? Cavab eləyir 106. D variantı. Əgər siz babanı götürməsəz, 5 nəvə ilə hesablasaz, 5 dəfə necə 4-ün eləyəcək 20. 20-nin də üzərinə 82 gələndə cavab eləyəcək. Baxın, 82-nin də üzərinə 20 gələndə cavab eləyəcək 102. Və təsdiqdən də 102 variantları da var. Ona görə də mütləq şəkildə şərti diqqətlə oxumaq lazımdır. Baba 1 nəfərdir, 5 nəfər də nəvəsidir, cəmi eləyir 6 nəfər. 6 nəfər hər biri 4 il sonra hər birinin yaşının üzərinə 4 gəlir. Bu müəyyən bu qaydadır, dəyişilməz bir qaydadır hətta. Və onu rahatlıq, istəsəniz bu 4-ləri toplaya bilərsiniz. Məsələn, 4, 8, 12, 16 belə toplayarsınız. Və yaxud da ki, işimiz rahatlaşsın. Bizə sınaqlarda, imtahanlarda vaxt məhdudiyyəti var və hər birimiz testləri vaxtla işləyirik. Vaxtımıza qənaət etmək üçün 4-ü vuraram 6-ya, 6 nəfərdir. 24 alaram və hal-hazırda olan yaşın üzərinə, 82-nin üzərinə 26-nı gələrəm, 24-ü gələrəm daha doğrusu, cavab eləyirəm 106 D variantı. Bugün də yeni bir məntiq sualların izahına baxdıq sizlərlə. Yeni suallarda, yeni izahlarda görüşmək ümidi ilə hələlik.